Salam, ikinci bölmə 3-cü sınaqla davam edirik. Hansı bitkilərdə yarpağın işığa qarşı dönməsi daha çətindir? Bu, saplağı olmayan bitkilər olacaq. Qərənfil. Verilən şəklə əsasən X-in yerinə hansı maddə yazıla bilər? X burada torpaqdan kök tükçüklərinə daxil olan maddədir. Torpaqdan da kök tükçüklərinə su və mineral maddələr daxil olacaq. Zoğun 3 boğumunda 15 yarpaq var. Bu zoğda hansı yarpaq düzülüşü müşahidə olunur? Əgər 3 boğumda 15 yarpaq varsa, deməli bir boğumda 5 yarpaq var. Bir boğumda 5 yarpaq da topa düzülüşdə ola bilər. Doğru cavabı tapın. Kollar adətən bir illik olur. Xeyr, kollar çox illik olur. Ot bitkisinin gövdəsi odunlaşmır. Bəli. Ot bitkilərinin gövdəsi odunlaşmır, kolların və ağacların gövdəsi odunlaşır. Lobya bitkisinin həyat dövrünün sxeminə əsasən yanlış olanları seçin. Ada deyir çiçəklənmədi. Bəli, ada çiçəklənmədi. Bu doğrudur. Sonra, B-də deyir ki, çarpaz tozlanmadı. Xeyr, B-də toxumun yaranmasıdır və yayılmasını da deyə bilərsən hətta. Meyvənin yaranması və toxumun yayılmasıdır. Bu isə tozlanma deyir. Bu yanlışdır. Sonra, C2 qat mayalanmadır. C, xeyr, toxumun yayılmasıdır. Yanlışdır. Üçüncüdə D, toxumun cücərməsi. Bəli, toxum cücərir. E, yarpaqlı yerüstü gövdənin inkişafıdır. Bəli, bu da doğrudur. Yanlış olacaq 2 və 3. Fəzada gövdəsinin vəziyyət şəkildə kimi olan bitkini müəyyən edin. Bu, dayağa dırmaşaraq özünü yuxarı qaldıran üzüm bitkisidir. Və burada hərəkəti göstərilir bitkinin. Şəklə əsasən uyğunsuzluğu müəyyən edin. X əlavədir. Y yan. Z əsas. İndi nə deyir? X kökü yarpaqdan da inkişaf edə bilər. Bəli, əlavə kök demişdik ki, gövdə və yarpaqdan inkişaf edəcək. Bu doğrudur. Z kökü rüşem kökcüyündən inkişaf edir. Z əsas kökdür. Bəli, bu da doğrudur. Y kökü öz kök növündən də inkişaf edə bilər. Yan kök, bəli, əsasdan da çıxa bilər, əlavədən də çıxa bilər, yanın özünün üzərində çıxa bilər. Bu da doğrudur. Z kök növü birləpəli bitkilərdə olmur. Əsas kök biz deyirik ki, birləpəli bitkilərdə saçaqlı kök sistemidir. Saçaqlı kök sistemi də saçaqlı kök sistemində də əsas kök olsa belə nəzərə çarpır. Amma bəzən inkişafdan da qala bilir. Bu isə deyir olmur, yanlışdır. Ola bilər. 7-də olacaq D variantı. 8-də. Leylikə babası gilə gedən İlayda ağac bitkisinin gövdəsindən yerdən müəyyən qədər yüksəklikdə bir mismar vurur. Yadımızda saxlayaq, bitkilər təpə meristemi hesabına yuxarı və kökdə demişdik ki, kök üskünün üzərində bilavasitə törəci toxuma var. Onun hesabına isə yenə uzanır uzunluğa doğru, torpağın dərinliklərinə doğru. Yəni ki, bura nəsə basırsa bu, nə qədər vaxt keçsə də o eyni qədər hündürlükdə qalacaq. Çünki kök yuxarıdan uzanır. Bir təpə meristemi, təpə tumurcuq hesabına yuxarıya doğru gedəcək. Bir də kök aşağıya doğru uzanacaq. Bu isə bizdə nə deyir? 6 il sonra bitkinin hansı hissəsində artım olacaqdır? X yuxarıya doğru uzanacaq. Z aşağıya doğru uzanacaq. Y isə dəyişməz qalacaq. X və Z. Gövdə yanlara doğru kombi hesabına qalınlaşa bilər sadəcə 6 il sonra. Amma uzunluğa uzanmayacaq həmin hissə. Müvafiq olaraq kökün yeraltı şəkil dəyişmələri necə adlanır? Meyvə kökü, kök yumrusu. Kök yumrusu əlimizdə saxlayaq, Georgində var. İndi bu olacaq meyvə kök, kök yumrusu. B variantı. Uyğunluğu müəyyən edin. Bu, gövdə yumrusu, soğanaq, kökümsov. 1 olacaq kartof, 2-yə A, 1-ə B, 2-yə 3-ə C. 1-ə B, 2-yə 3-ə C, B variantı. Sonra cədvələ səsin X-in qiymətini tapın. Boğumların sayı X, boğumların sayı 2X, qoltuq tumurcuqların sayı. Qoltuq tumurcuğun sayı da yarpaq kimi düşünə bilərsiniz. Çünki qoltuq tumurcuqları yarpaqla həmin o zoğun arasında yerləşən tumurcuqdur. İndi cökədə X qədər boğum varsa, X qədər də yarpaq olacaq. Çünki bir boğumda bir yarpaq var. Yasəməndə 2X qədər boğum var, amma hər boğumda 2 yarpaq var. Ona görə 4X qədər yarpaq olacaq. 5X bərabərdir 30-a. X də bərabərdir 6-ya. Bu məndən nəyə soruşur? X-in qiymətini. X-in qiyməti 6 olacaq. B. Verilən yarpaqlarda neçəsi mürəkkəbdir? Barmaqvari, təklələkvari, üçər. 3 dənəsi. Uyğunluğu müəyyən edin. Kök sistemi. Bu mil kök sistemidir, bu isə saçaqlı kök sistemidir. İndi baxaq. Günə baxan mil kök sistemi. Buğda saçaqlı. Belə yazaq. 1-ə A, 2-yə C, bura E, soğan isə saçaqlıdır.
Hansı qaldı? Zəncir otu. Zəncir otu da elə bu şəkildə göstərilən zəncir otudur. Deməli, biri A, E'dim yazıq bura pomidora. Ha. Biri A, E, B, 2 C'dir. Biri A, E, B, 2 C'dir. De B variantı. Sonra birinci uyğunluğa əsasən sual işarəsinin yerinə yazılmalıdır. Meyvə kök çuğundurda, kök yumrusu Georgində. Uyğunluğu müəyyən edin. Deyir, üçər, barmaq vari, bu isə təklələk varidir. İndi deyəcək, üçər ola bilər, çiyələk ola bilər, lobya ola bilər. Baxaq, burada hansı var? Çiyələk, bəli, çiyələkləri götürək. Sonra at şabalda ola bilər, təklələk varidə görüş ola bilər. Noxud cütlələk varidir. Robert Cook'un hüceyrə adlandığı boşluqlar bitkin hansı toxuma qrupuna? Örtük toxuması, yəni örtücü toxuma. Cədvələ səsin X, Y, Z bitkilərini müvafiq olaraq seçin. Bir zoğunda M sayda buğum var, N sayda da yarpaq varsa bu növbəlidir. X-im deməli cökü ola bilər, toz ağacı ola bilər. N sayda buğumda 4N yarpaq varsa topalıdır, oleander ola bilər. N-ində 2N yarpaq varsa qarşı-qarşıyadır, yasəmən və ya gicitgən, C variantı. Verilən bitkilərin hansında ehtiyat qida maddəsi kökdə toplanmır? Yer kökü, meyvə kökü, kök yumrusu, meyvə kökü, kartof isə gövdə yumrusu, yəni B. Yanlış fikri müəyyən edin. Vegetativ tumurcuqda çiçək başlanğıcı olur. Elə bu yanlışdır. Vegetativ tumurcuqda zoğ başlanğıcı olur. Çiçək başlanğıcı generativ tumurcuqdur. Amma hər iki tumurcuqda deyə bilərsiniz, yarpaq tumurcuq başlanğıcı və üzərində orta pulcuqlar var hər ikisində. 20. X-də hansı toxumaya hüceyrələr göstərmişdir? Kök üsküyünün bilavasitə üstündə törəci toxuman hüceyrələr var. Hansı bitkinin yerüstü zoğu tikana çevrilib it burnunun? Toxumun cücərməsi üçün vacib deyil. İstilik, hava, rütubət vacibdir, işıq vacib deyil. İşıq artıq toxum cücərib, yaşıl yarpaqlar yarandıqdan sonra lazımdır fotosintez üçün. Özünüz düşünün, qaranlıq bir otaqda, qaranlıq bir yerdə toxumu qoysaz, bu 3 istilik, hava və rütubət şəraitlərini yaratsaz, toxum cücərəcək. 23-də hansı bitkinin yarpaqlarının şəklini dəyişərək bığcığa çevrilmişdir? Noxud sonuncu yarpaqları şəklini dəyişib bığcığa çevirib, ona görə cütlələk vari adlandırılır. Uyğunluğu müəyyən edin. Ağac, kol və ot. İndi olacaq. Qoz ağacdır. Daha sonra gicitgən otdur. İtburnu koldur. Moruq koldur. Bağa yarpağı otdur. Olacaq A, C, D. Ota da olacaq gicitgən və bağa yarpağı B. A, C, D, B. A variantı. Sonra hansı bitkinin yerüstü gövdəsi bığcığa çevrilmişdir? Bu üzüm olacaq. Dayağa çıxmaq üçün bığcığa çevrilir. Kaktusun gövdəsi ətləşir, itburnu tikana çevrilir. Nohudun isə yarpağı bığcığa çevrilir. Bu qədər, sağ olun.